Nəsə yaxşı etmək lazımdırsa, özüm etməliyəm. İşçilərimi tapşıranda hər şey səhv gedir. Amma problem işçidə deyil əslində, qurulan sistemdədir. Hər dəfə eşidirəm, yaxşı işçi tapmaq mümkün deyil. Bu cavanlar işləmək istəmir, heç kim məsuliyyət götürmür, hamısı laqeyddir. Və mən hər dəfə eyni sualı verirəm. Sənin işçini seçəndə nəyə əsasən seçirsən? Onunla eyni dəyərləri paylaşırsanmı? O işə gələndə hara getdiyinizi bilir, özü nə edəcəyini dəqiq bilir, nəticənin necə ölçüldüyünü bilir. Əksər hallarda cavab yoxdur. Yəni sən insanı işə götürəndə sənin dəyər və vizyona uyğunluğunu yoxlayırsanmı? Heç bir aydın, ölçülə bilən gözlənti vermədən sonra gileylənirsən ki, yaxşı işləmir. Bu işçinin günahı deyil axı. Bu idarə etmə boşluğudur. Ən yaxşı şirkətlər ən yaxşı insanlara görə deyil uğurlu olur. Ən yaxşı sistem qura bildiklərinə görə uğurlu olurlar. Orta səviyyəli işçi yaxşı sistemdə nəticə verir. Əla işçi pis sistemdə tez tərk edir. Sadə bir addımla başla. Sənin ən çox problem olan sahəni götür. Satış olsun, xidmət olsun, istehsal olsun və orada bir işi əvvəldən axıra qədər yazılı prosedura çevir. Addım 1, addım 2, addım 3. Nə edirik, necə edirik, nə nəticə gözləyirik? Bunun hamısını sadə, süni intellekt rahat şəkildə edəcəkdir sənin üçün. Bircə bu addım sənin həmin sahədəki problemlərin yarısını həll edəcəkdir. Çünki insanlar pis deyil, sadəcə onlara nə etmək lazım olduğunu deməlisən. 2X kursunda biz düzgün kadr seçməyi, onların işini sistem şəklinə salmağı və süni zəka ilə işlənməyi öyrənirik. Maraqlıdırsa, pərvizi.org. Daxil ol, qeydiyyatdan keç.